Herkese salam, kanalıma və videoma xoş gəldiniz. Bugün sizlərlə səhifə 38-də olan tarixin daş yaddaşı mətnini izah edəcəm. Bu arada bildiyiniz kimi biz artıq 3-cü bölməyə keçdik. Yəni 1-ci bölməni bitirdik. Bu arada uşaqlar, sizcə də bu 8-ci sinifin biraz bu dərsləri biraz qarışıq deyilmi? Yəni çoxsunu izah eləməyəcəm mən. Deyirəm qabaqcadan bilin. Nəysə, tapşırıq 1-də deyir ki, dialoqdan hansı nəticəni çıxartdınız? Nəticəyə əsasən bunu sizin öz öhdənizə buraxıram. Əsasən dialoqu adlandırın. İkincidə ölkəmizin müasir tikililəri haqqında bildiyiniz məlumatlardan istifadə edərək dostların söhbətini davam etdirməyə çalışın. İkinciyə baxaq. Deməli, mən bu fikirlə razıyam. Mən bu fikirlə razı deyiləm. Çünki yaza bilərsiniz, mən bu fikirlə razıyam. Çünki Qız Qalası, Şirvan Sarayı və sair yerlər Azərbaycan memarlıq abidələrinə aiddir. Sonra üçüncüdə baxaq. Azərbaycanda dünyanın möcüzəsi sayıla bilən hansı abidələr var? İndi mən bunların adlarını sayalayacağım, siz də yazarsınız. Deməli, birincidə yaza bilərsiniz ki, Qız Qalası, sonra Şirvan Sarayı, daha sonra Xudafərin körpüsü və s. Yəni bunlar möcüzə sayıla bilər. Dördüncüdə sizcə nə üçün? Onu sizin öz öhdənizə buraxıram, heç oxumağa dəyməz. 5-də nə deyir? Memarlığımızın dünən və bugün mövzusunda fikir mübadiləsi aparın. Bunu da sizin öz öhdənizə buraxıram. 6-nı da həmçinin, 7-ni də, 8-i də. Çünki dialoqdular. Memarlıq 9-a baxaq. Deyir ki, bir dəqiqə. Deyir ki, memarlıq, memarlıq abidələri dialoq üçün açar söz hesab edilə bilərmi? Fikirlərinizi əsaslandırın. Bəli, uşaqlar, açar söz hesab edilə bilər. Çünki elə mətndə də elə bunlardan söhbət gedir. Sonra baxaq. 10-cuya baxaq. Deyir ki, sabahın işləri ifadəsinə münasibət bildirin. Sabahın şəhərləri, daha doğrusu. Sabahın şəhərləri, yəni gələcəyin şəhərləri deməkdir. Sonra 11-də dialoqda fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin. Bunu da sizin öz öhdənizə buraxıram. 12-yə baxaq. Müasir sözünün sinonimini tapın və istifadə dairəsini izah edin. Mən sadəcə müasir sözün mənasını tapmışam. Onun da mənası bu deməkdir ki, yəni sözünün sinonimi, daha doğrusu, yəni mənası müasir sözünün sinonimi deməkdir. İndiki, yeni. Belə yazarsınız. 13-də baxaq. Deyir ki, mətndə məcazi mənalı sözləri tapıb onların mənasını şərh edin. Baxaq. Baxalım. Görək. Məsələn, mən burada bir dənə tapdım. Baxın, işarəliyim. Yüksək sənət əsəri. Yüksək sənət əsəri olmur. Təbii ki də məcazi mənalı sözdür. Sonra baxaq. Ürək dolusu. Ürək necə də ola bilər? Ürək dolusu. Burada məcazi mənadır. Sonra baxaq. Baş sındırma. Yəni bu ola bilər. Sonra bu qədər. Belə yaza bilərsiniz. Sonra baxaq. 14, 15, 16, 17, 18, 19, 20 sizin öz öhdənizə. Qaydaları da oxuyaq, mətni bitirirəm. Bundan sonraki dərsimiz nə gözəl səslənir Şuşalı vətəndir. Nəsə oxuyuram qaydaları. Söz birləşmələri və cümlələri yaradan sözlərin məna və sintaktik baxımdan əlaqələrin. Sintaktik əlaqələrin iki növü var. Tabeili və tabeisizlik və tabeili əlaqələr. Tabeisizlik əlaqəsi ilə bağlanan sözlər birinə, digərinə tabe olur. Hər biri aid olduğu sözlərə əlaqələnir. Məsələn, apar özünü, apar cəbhəyə bizi, apar qəlbimizi, iradəmizi. Hər iki söz apar sözü ilə əlaqələnir. Tabeisizlik əlaqəsində olan sözlər. Tabeisizlik əlaqəsində olan sözlərin arasında vergül işarəsi qoyulur və yeri gəldikdə tabeisizlik bağlayıcılarından istifadə olunur. Bunu oxuduq. Deməli, bir dənə plus. İndi bunu da oxuyun. Bu adı bir dənə plus.
Deyir ki, tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlərin adlarından bütün sözlər böyük hərflə yazılır. Məsələn, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlıların Həmrəylik Günü və s. Məşhur tarix, gün və bayramların adlarında sözlərin ancaq əvvəli böyük hərflə yazılır. Məsələn, 20 yanvar, 20 yanvar, Qurban bayramı, Novruz bayramı və s. Sonra belə uşaqlar. Bu arada mən demək istəyirəm ki, uşaqlar, həqiqətən mən deyəcəm sizə artıq. Mən bu kanalı buraxmaq istəyirəm. Niyə? Çünki abunə olmursunuz. Yəni həvəsim itir YouTube-a. Ona görə də görürsünüz də, yəni videolar çox belə necə deyim, belə tez-tez atmıram. Çünki həvəsim yəni itir. Hər gün eyni abunə sayını görməkdən. Yəni ona görə demək istəyirəm ki, kanala abunə olun. Yəni abunə olmursunuz, həvəsim itir. YouTube-u mən şəxsən buraxmaq istəyirəm də. Yəni çəkmək istəmirəm daha. Nəysə, abunə olun. Sağ olun, salamat qalın.